eləyim. Elmira Əhmədova. Gel buraya kız. Ben yakın. Şikayətinizlə ilə bağlıydı. Şəhidimiz bizim MMC şirkətinin şəhidimiz. Uzun müddətdir ev tikmək üçün müraciət eləmişik. Lakin indiyə qədər ev tikili başa çatdı. 2006-cı ildə ev başladı tikilməyə. Ancaq indiyə qədər tikilmiş. Şəhidimiz ancaq evdən, evin tikintisindən. Evin tikinti getmir. Tikinti dayanıbdır. Cəmaət hamısı pullarını ödəyirdi. Ancaq tikinti getmir. Bilmirik hara müraciət eləyin, nə arayırıq. Hamı tez keçdi bizə Ya harda ev tikilirdi? Xırdalan şəhərində Prospektdə Hayan şirkətində ev tikilir. 2006-cı ildən ev başlandı tikilməyə, ancaq ev tikildi. 8 ildə ev gözləyirdi. Kvartirət qalmışıq, kirayəşə yaşayırdı, vəziyyət çox pisdir, acınacaqlıdır. Ümumiyyətlə tikilməməyin səbəbi nədə Tikilməməyin göstərir? səbəbidir, pul yoxdur. Tikintinin də şirkəti, başqa şirkətdən, birlik şirkətindən onun da evi olubdur. Evi olubdur onun orada, o şirkətin əlaqədar pullar yerdiyinə görə ev ona da tutulubdur. Ağır Cinayətlər Məhkəməsində işinə baxılıbdır, ona da tutulub. Kəsə bizim hamımız maşenik ərazı gəlmişik. Burada gidin şikayətimizə baxmırlar. Belə çöllərdə, yollarda üzülmüşük. Səbəb nədə göstərir? Səbəb olsa düşə bilmirik. Hara gedirik, eyni şeyləri deyirlər. Deyir, nə deyirlər gör bizə? Deyir, o özel şirkətdir. O özel şirkət vicdan olsa tikəcək, vicdan olmasa tikməyəcək. İndi biz o adama vicdan alıb koymalıyıq. Bax belə, həm də onlar ayrı adam tikməyə də imkan vermirlər. Sənədləri vermirlər ki, bir ayrı adam götürsün, onu tiksin. Başa düşə bilmirik. Nə cürə işdir, nə tərişdir, heç kim başa düşə bilmirik. Bir mənzil bir neçə adama satılıbdı o binada. Üst-üstə düşüb. Elə biz yoxladığımıza görə neçə mənzildir? 20 mənziləcən elə indi üst-üstə düşüb. Öz icra hakimiyyətinin özünü 28 mənzili bir adama üst-üstə satıblar. Deyirik, baxan yoxdur. Prezident aparatında olmuşuq. İndi prokuraturada sözümüzü dedik, şikayətimizi verdik, qeyri yoxdur. Korrupsiyada olmuşuq, Kamran müəllimin qəbulunda olmuşuq. Baxan yoxdur şikayətimizə. Qalmışıq belə 364 sakin, ev ala-ala, ev pulu ödeyə-ödeyə qalıb indi kvartinat düzlərdə. Evimizi deməyə adam da yoxdur. Hara gedir, kimə şikayət edir? Havada qalmışıq. Sizə bir sual verirəm. Mən də Azərbaycan vətəndaşıyam. Bu Allahlanlar. Allahın da Azərbaycan vətəndaşıdır. Bizim səsimizi kim eşitməlidir? Bu günlərə Azərbaycanda devlət də var, güclü devlət, devlətin qanunu da var. Bizim haqqımız tapdalanıbdır. Manat yığdığımız elə bir insanlar var, kvartirant evini satıb, kvartirant qalır, acınacaqlı vəziyyətdə. Bugün biz küçələrdə qalmışıq, gedirik ev. Mən ev götürmüşəm. Mənim niyə görə hüququm tapdalanıb? Hüquqi devlətdə yaşayırıq biz. Mənim hüququm tapdalanıb. Hara gediriksə, bizə deyirlər ki, yox. Özel şirkətdir. Özel şirkəti devlət icazə verib. Biz də arxeyin olmuşuq ki, möhürü var, devlətin icazəsi var, getdik. Bu günləri bizim dalımızda güclü bir devlətimiz var. Devlətimiz durur dalımızda. İndi biz hara şikayətə gedirik, arxeyin olmuşuq, baxan yoxdur, arxeyin olmuşuq. Güclü bir devlətdə Allahda heç kəs Allahda bilməz bizi. Bu günləri bizim şikayət eşidilmir. Nə halda prokurorluğun qabağında prokurorluğu qəbul elədi? Bəli, yox, qəbul eləmədilər. Bizə dedilər ki, biz korrupsiyada dolmuşuq. Şikayətə baxılmır. Onun üstə yollayır, bu onun üstə. Axırı nə olacaq? Bir dənə ümidimiz qalır devlət başçılığımıza. Səsimiz çatsa, o bizə həqiqətən səsimizə səs verəcək. Dövlət başçılığına görə içəri buraxan da yox. Buraxmırlar ancaq çatacaq. Nə vaxtsa səsimiz çatacaq. Bizim devlət başçılığı hər bir özü deyib, hər bir Azərbaycanın prezidentiyəm mən. Bəli, biz əminik, həqiqətən də elədir, həqiqət. Devlət başçılığımıza çatsa, o bizim devlətimizdən çox razıyıq. Əlbəttə, ona çatan kimi çatmır, qoymurlar. Siz ki, dövlət idarələrinə müraciət eləmişsiniz, adiyan. Dövlət idarələrinə ki, müraciət eləmişsiniz, onlardan heç birindən cavab almışsınız. Yox, bax, cavab almağa çalışın. Çünki cavab verin. Hərə birini üstə göndərir. Biri korrupsiya göndərir, biri prokurorluğa göndərir, biri məhkəməyə göndərir, biri icraata göndərir. Heç bir adam konkret cavab vermir. Yəni görüş almamışsa dövlət məmurları. Heç kim qəbul eləmir. Yazırıq, heç kim qəbul eləmir. Hansı məmurun qəbuluna gedinə deyirlər ki, yoxdur burada. Hansısa rayondadır, işlə əlaqədar gedib, bir dənə belə dəqiq bizə məlumat verən yoxdur. Bəzən də deyirlər ki, gedin hara əliniz çatırsa şikayət edin.
Artıq nə qədər vaxt ki gedib gəlirsiniz? 8 ildir. 8 ildir bina başlayıbdı. Kırdalan şehrinde. Əliyev prospektinde. O dəqiq ünvanını deyər bizə necə gedirdi və MMD-nin adı. Orada sənəddən belə gedir ki, Hacı Zeynalabdin Tağıyev küçəsi ilə Məmməd Əmir Rəsulzadə küçəsinin kəsişdiyi. Bir A. Bir A nömrəli bina. Birinci sırada. Yox, o MMC-nin adı. MMC. Ayam MMC. Bəli, bəli. İcra hakimiyyətin qabağında. 5 adama satıb biri. Şerin rayon icra hakimiyyətində də olmuşuq dəfələrlə. Qəbul eləmir, vədlər verdi. Nə qədər ki seçki olmamışdı, vədlər verildi. Ondan sonra dedilər ki, gedin əlini sana qaldırın. Gedin şikayətinizi eləyin. Yaşlı qalmır, uşaq qalmır, Para yollarda vermiş. İki kere prezident aparatında olmuşuq. 3 dəfə. Birində bizi göndəriblər ki, gedin baxsaqda getmişik, heç baxsaqda xırdalına baxmırmış. Bizi elə bil yayındırırlar. Ki, qəbul elədi, gəldi 2-3 nəfər, dedi ki, özəl şirkət biz ona heç bir şey elə bilmərik. Deyirəm, bəs nətər olur ki, biri bir qapının yerini söküb ayrı yerdən qoyanda 20 nəfər tökülür. O nətər olur? İndi bu boyda bu qədər insan aldadıblar, heç kim baxmır. Bizi de öyle orada da öyle yola saldı. İkazə veribdi, biz arxeyin olmuşuq. Bizim hüququmuzu devletimiz qoruyor, haqqımızı. Biz arxeyin olmuşuq, bu devlet buna icazə verib, mühürü var. O boyda icra hakimiyyətinin gözünün qabağında bu bina dayanıb. Bu icra hakimiyyəti maraqlanmır mı bu bina niye dayanıbdı? Getmişik, demişik. Hər dəfə bizə deyilir, darıxmayın, tikəcəklər, darıxmayın. Hə, bunu uca 6 ildə eşidirik bu sözü. Hara gedirik, eyni şey. Hala ondan əlavə. Biz getdik fövqəladə biz sizə köməklik eləyəcəyik. İndi gedirik, biri gəlmişsin götüşməyə, deyir, niyyətimizi öz fövqəladə buraxmırız içməyə. Bu nətər olur fövqəladə bizə kömək edir, özdə siz deyirsiniz fövqəladə boyu imkan vermir içməyə. Onlar o qədər yalan danışır, heç bir şey var, biz inana bilmirik. Bəxtində maşındır.